Tortu verdim, getdi. O tortdan qalanlar. Qızlar, məndə belə bir xəssiyyət var. Hələ işi görə-görə müştərini yola salmamış yavaş-yavaş yığışdırıram, düzdür. Amma ki, yenə də dağınıq olur, nə qədər olmasa. Buna baxın, şəkər xəmiri çürüyüb. Arada belə şeylər də olur. Bunu işlətmədim. Əvvəldən qalmışdı. Əl vuranda baxsan ki, çürük-çürük oxalanıb tökülür. Yığışdırım buraları. Tortu 11-ə söz vermişdim. Hardasa 11-ə bir 15-20 dəqiqə işləmişə hazır oldu. Bir qaçqoyla ilə verdim, getdi. Başlayaq günümüzə. Buraları yığışdırım. Buranı da təmizləmişdim ki, tez şəkil çəkim. Başlayaq günümüzə. Axşama da kələməyə özdə dolma pişirmişdim. Gün ortaya yemək var. Axşama da yüngülvari nəsə hazırlayaram. Bugün elə də yemək dərdimiz yoxdur. Başlayayım buraları təmizləyim. Onları yuyum. Yerlərinə yerləşdirim. Günümüz başlasın. Əslində başlayıb. Mən yorulmuşam, amma yenə də ev günlüyümüz başlasın. Qızlar, çıxdım, posyolkaya gəldim. Gəlmişkən dedim, biraz da yürüyüş edeyim. Çünki evdə otura-otura avtomatik kökəlirik. Buraları gəldim kəşf eləməyə. Birinci səfərdir bu yollardan keçirəm. Heç mən bilmirdim ki, bu məhəllə belə quruqlanıb ana yola çıxır. Qabaqdan xanım gəlir, onu çəkməyim. Nəfəs-nəfəsə qaldım. Təpə kimi yer idi. Oranı çıxdım. Axırda da posyolkaya qayıdıb alası bir şeylərim var. Onları almaq istəyirəm. Bir neçə quruq vurduqdan sonra gəldim bazara. Burada da çalışdım biraz meyvələri, daha doğrusu qiymətlərini sizə çəkim. Bəzilərinin qiymətləri üzərində var, bəziləri yoxdur qışda. Amma bu rəngarəngliyi görəndə adamın ürəyi açılır. Yolkalar gətiriblər. Yeni il demək olar ki, gəlib. Burada da yaşıllıqlar, bizim posyolka bazarımız. Toyuğun hissələrini alasıydım, amma dedim birinci gedim suvenir mağazasına. Dekalivə, sonra gəlib alaram, əlimdə toyuqla oralarda gəzməyim. Qəşəng şabalıtlar var idi. Xanımlar, siz şabalıt qoymuşsunuzmu buzluğa? Mən qoymamışam. Gördüyünüz kimi 7 manatdan başlayır, 12 manata kilosu. Gərək alım qoyum. Neçə ay idi bu posyolkada yerləşən dekolivə gəlmirdim. Kənardan da baxanda görürdüm ki, çox gözəl yeni il atributları gətiriblər. Bu səfər dedim, bir girək sizinlə birlikdə baxaq. Mənə də maraqlıdır. Və girdiyimdə çox gözəl bu mənim axtardığım evlərdən gördüm. Belə şaxta babalar da var idi, amma mən əsasən ağ rəngliləri xoşlayıram. Belə balaca şaxta babalar da var idi. Çox gözəl dizayn üçün suvenirlər var idi. Xoşuma gəldi hamısı. Yəni hamısını almaq olardı. Məndən olsa hamısını alardım. Amma abartmayaq, nə lazımdır, gələk onlara baxaq. Kənardan da vitrinlər dediyim kimi çox qəşəng görünürdü. Bu yeni il oyuncaqları, şamları, yəni adama gəl mənə al deyirdi bir sözlə. Girdim, baxdım, qəşəng idi. Qızlar, fikir verin, bu indi hal-hazırda mod olan fincanlardan da var burada. Düzdür, onu çox çəkməmişəm deyəsən, amma var idi. Pinterest fincanlarından, bir sözlə Pinterest'te gördüğümüz hər şey var idi də burada. Nə axtarsan var idi. Mən keçən səfər payız üçün girmişdim mağazaya, payız dekoru üçün. Heç nə tapa bilməmişdim. Balqabaq zad yox idi. Amma bu səfər istədiyim hər şey var idi. Amma hamısını birdən ala bilmirdim. Fikir verin, bu fincanlar deyirəm xanımlar. 14 manat idi fincanlarda. Evlər var idi. Bu evin qiyməti yadımda deyil. 7 manat 90 qəpik idi deyəsən, 8 manat idi. Üst-üstə olan fincanlardan da var. Sonra yeni il üçün belə başqa yeni il temalı fincanlar da var. Qəşəng oyuncaqlar var idi. Amma ki, daha elə də həvəsim qalmayıb. İnansız yolka bəziyim, oyuncaq alım. Buna görə çox elə baxmadım. Ən çox da belə şeylərə adamın həvəsi uşaqlar balaca olanda olur da. Uşaqlar yekələndən sonra yeni ilində elə bil dadı duzu qaçır. Burada da həmişə olan suvenirlərdir. Dəyişməyən suvenirlər, daim mağazada olanlar. O birisilər iminli yeni il üçün gələnlər idi. Demək olar ki, Pinterest'də nə görmüşdümsə, bütün dekorativ əşyaların hamısından var idi burada. Ən çox da bu rənglərin şuxluğu mənim xoşuma gəlir. Bilmirəm niyə, axır vaxtlar
Rəngarəng bir şeylər görəndə, estetik bir şeylər görəndə keyfim açılır, keyfim kökəlir. Biz tərəfdə belə deyilir də. Nəsə özümü xoşbəxt hiss edirəm. Tam hamısını almasam da girib baxmaq da, yəni adama xoşbəxtlik bəxş eləyir. Girdim, necə deyərlər, zövq aldım. Belə deyim də. Burada da yolkalar var idi, suyunu çiçəklər var idi, yuxarıda kaktuslar var idi. Onları çəkməmişəm, amma özüm baxdım, qəşəng görünürdü. Bunlar da qəşəng idi, dəzgah üstü, amma hamısını dediyim kimi birdən ala bilmədim. Qapı üstü üçün bəzəklər var idi, qızlar. Əsas məsələ evlər var idi, çox gözəl evlər var idi. Bir dənə videonu burada saxlayın, bacınız bir dənə ev alıb. Yazın görüm sizcə, görüm zövqümü bilə bilirsinizmi? Bacınız bunlardan hansını alıb sizcə? Düzdür, bu yolka da çox xoşuma gəldi, çox gözəl idi. Amma ki, bir dənə hələ ki ev götürdüm. Məndən olsa yolkanı da götürərdim, birdən-birə sadəcə cəsarət eləmədim deyim də o qədərini almağa. Hələ qış geyimləri zad alınasıdır deyə. Hələ bunlara tam girişmədim. Amma bu gördüyünüz 4-5 cür evdən birini aldım. Bir dənə dayandırın videonu. Yazın görüm hansını almış ola bilərəm. Yuxarıda da yenə yolkalar var. 2 mərtəbəli ev var. 1 mərtəbəli ev var. Böyründə balaca evli ev var. Toyuq damı kimi böyründə balacası var. Sonra bir də lap kənarda var ev. Sizcə hansını aldım? Bir dənə yazın görək. Məni nə qədər tanıyıbsınız. Burada da yenə böyük iqruşkalar var. Xoşlayıram mən belə. Yolka olsun, üstündə də iqruşkaları böyük olsun, gözə gələn olsun. Bunlar da qəşəng böyük idi. Belə qızlar var. Bunlar da qəşəng idi. Yastıqlar var. Əsas məsələ yastıqlardan çox xoşum gəldi. Vəbşi evdə rəngarəng nəsə olanda mənim belə deyim, könlüm açılır da. Gərək yolkanı da bəzəyək. Qızlar, bəzəmisinizmi yolkanı? Bir yazın görün bəzəyənlər varmı? Bəzəməyəcək olanlar varmı? Burada da limonlu seriyasıdır. Bir ara çıxmışdı. Hər şey limonlu moda minmişdi. Dekalivdə də var. Demək olar ki, hər şey limonludur. Adam baxdıqca ürək açılırdı. Və bir çox tortçu xanımın axtardığı bu fincanlar. Mənim ürəyim gedir. Çox qəşəngdilər. İnşallah sifariş gəlsə birlikdə hazırlayarıq bunların tortlarını da çox gözəldilər. 12 manata, 14 manata belə fincanlar var. Amma ki, mənim 14 manatlıqlar xoşuma gəlir. Baxın bunun gözəlliyinə nə gözəldir. Məncə belə bir xanıma hədiyyə vermək üçün də rəfiqələrinizə, ya mamalara çox gözəldir. Eyni zamanda fincandır, daimi istifadə edəcək. Həm də ki, tort. Qızlar, burada çox xoşuma gəldi. Pinterest qabları idi demək olar ki, hamısı. Baxın, bir o sunumluqlarda türklər istifadə edir. Hamısı onlardan idi. Burada da saxlama qablar var. Düzdür, bu sarı ramaşqallar bir elə xoşuma gəlmədi. Amma zövqlər müxtəlifdir. Dedim, bəlkə xoşuna gələn bacılarım olar. Çəkim yenə də. Mənim bu hissə xoşuma gəlir. Saxsı rəngi və üstü taxtalı. Baxın, mənim ədviyyat qablarımın balacalarından da var. Mən Temudan vurmuşdum onları endirimlə. Burada balacaları var. Mən çox münasib qiymətə vurmuşdum. Onları nəsə endirim gəlmişdi, elə vurmuşdum. Bir çox şeyə 32 manat vermişdim. Burada da adi fincanlardır. Sonra belə sunumluq yenə üst-üstə qablardır. Bu 3 dənə olan var, böyükdən kiçiyə. Onlar da xoşuma gəlir. Bu taxta xoşuma gəldi, qəşəng görünürdü. Amma qiyməti yox idi. Baxdım yerinə qoydum. Axır vaxtlar niyəsə taxtalara qarşı bir marağım yaranıb. Bu orqanayzerlərə baxdım, mətbəx içi üçün olanlara, amma kalçuk idi. Qəşəng görünürdü. Görünməsinə qəşəng idi. Bu hamı bir ara vurdu. Trend yoldan. Mən vurmadım. Niyəsə mən vura bilmədim. Bir ara hamı vurdu onlardan. Sonra belə padnoslar var 5 manata. Baxın, qəşəngdir. Bunlar da Pinterest padnosudur. Üst-üstə də qoymaq olur deyəsən onları. Yanlarında nəsə deşikləri var idi. Baxın, saxlama qabları. Amma dediyim kimi şüşə deyildi. Bu göstərdiyim kalçuk qapaqlılar ən azından şüşə deyildi. Amma müxtəlif formalarda var idi. Sağda gördüyünüz 2 mərtəbəli rozvi qaba fikir verdinizmi? Çox gözəl idi. Burada da
Bunlardır, bu duz üçün olanlar. Bunlar da xoşuma gəlir. Gedib gəlib baxıram. Axırda deyəsən mən bunlardan bir dənə alacağam süfrə üçün. Bilmirəm, qızlar, baxın, bunlar şüşə idi. Bu tərəf şüşəyə çevrildi. O birisilər şey idi, kalçukuydu. Bunlar isə hamısı şüşədir. 19 manata, bilmirəm. Bir dənəsidirmi, yoxsa belə dəsinləndimi? Tam qiymətlərinə fikir vermədim. Sadəcə necə deyək, özüm üçün gəzdim, baxdım, tavalara baxdım. Axır vaxtlar mənim tavalarım niyəsə tez xarab olur. Qiymətləri normal idi, münasib idi. Da bilmirəm keyfiyyətləri necədir. Yəqin ki, pis olmaz. Amma qiymətləri də pis deyildi. Belə rəngarəng qavlar var idi. Gedək toyuğun hissələrini də götürək. Gedək evə, bir də inciyə layner alasıyam. Baxıram ki, 2 gündür laynerim yoxdur. Gedirəm ki, onun otağındadır. Özünkü qutarıb mənim laynerimi işlədir, sonra da gətirib qaytarıb qoymur. Getdim, gəldim, biraz yürüyüş, daha doğrusu xeyli yürüyüş elədim. Əməli başda ayaqlarım ağrıdı. Qızlar 6 dəstə şüyüd aldım, deyəcəksiniz niyə? Mən o gün gətirmişdim axı rayonundan göyərti. Yarısını şüydü, kişmişi doğradım, yığdım buzluğa, yuydum, təmizlədim, doğradım, qoydum buzluğa. Bir salafan qaldı. Elə bilirdim ispanaqdır. Bugün açıram ki, çükəliyim oğluma, baxıram ki, kişmişdi çoxu. Bir salafan kişmiş var. Təzədən buzluqdan götürdüm, pişirdim. Belə də şüyüd aldım ki, doğrayıb yenidən kişmişlə qarışdırıb buzluğa qoyaram. Toyuğun hissələrini götürdüm. Orasını, burasını yenə, əsas da sinətini. Dediyim kimi, İnci xanıma bir dənə layner, bir də mənim üçün götürmə. Onu almışdım, makın laynerdi, görmürsən? İçində mak yazılıbdı. Bax bir, mak döy. Olsun da mak. 2 manata makın layneri. Çakma üstündə salafan var, ona görə açılmır. Arasındasa bir də özümə bir dənə hədiyyə aldım. Nəhayət ki, aldım. İndi səncə nədir, tahmin et? Stəkan. Nə? Stəkan. Yox, stəkan, o xanımdan soruşdum ki, internet varmı? Eləyim, atım qızıma baxsın, birini seçsin. O da dedi ki, yox dedi, bir dənə kompüterə bağlıdır. Mən dedi, internet yox idi, ata bilmədim. Bu özümündür, ha, nə gözəldir. Işıqdır. İşıqdır, yox. Kaşası. Nədir? Kaşası. Yox. Sağ ol. Sən də sağ ol, bax. Da. Işıqdır da. İşıq deyil ki. A1'dir. İşıqlı evdir. Təxmin elə görək neçə aldım. 6 manata. Qəşəng oldu. Yox. 10 manata. Hə. 10 manat deyil. 9 manat 89 qəpikdir. İşıqlar biraz bilinir. Gətirim axşamı yeməyini. Duzluyum, istotduyum, narim. Aç. Aça bilmədim. Gözlə bir dənə kameramı bağlayayım, açım. Toyuqlara bastırma eləyirəm. Duz, istiyor. Sarımsaq duzu, bir də ki sarkük tökdüm. Yarım saat qalsın bastırmada. Axşam yeməyimizdə bu olar. Keçən səfər mən olmayanda yoldaşım belə namazı uzun qızardı. Toyuğun sinətini. Oğlum deyir ki, mama deyir, elə dadlı olur, səncə elə. Atam hazırladı, səninkindən dadlı idi. Deyirəm də, atam hazırlayır, indən sonra toyuqları dadlı pişirir. İndi belə uzun-sov elədim. Çox yəqin ki, hər tərəfi qızarır, içərisinə duz keçir deyə elə daha dadlı olur. Bunları da deşdim orasından, burasından. Düzdür, pişəndə biraz açılır budlar deşəndə. Amma deşməyəndə də içərisinə duzu keçmir, da yağı keçmir, içərisi çiğ qalır. Bir qalsın, yarım saat. Sonra atım şeyə pişsin. Havaya. Yanına da istəyirəm, gətirəm biraz bulgur eləyəm. Biberlə, köklə biber qızardım, yax soğan eləyim. Kökü biber qızardım, sonra da ki bulguru yuyum, töküm, ondan da bir əl onu qovurum. Sonra su alım üstünə. Bu da pişsin. Altı qalmırlar yani. İnşallah. İstəyim odur. Aç görək nə tərdir, hə.
Cır da. Görək düz dediyinə dəyirmi? Endirimlə gələn paltomuz nətərdir? Bunlar 3 paltona. Çox heyif. Hamısı qara, bilmirəm, palto da qara. Hamısını çıxar. 3 paltona atmayacağım. Nə istəyirsən onu aç. Palto yiyəcəksən. Qalmaq şey. Balaca görünür. Nəysə, aç görək nədir. Aç görək nədir bu. Palto da sayəsiz. O birisilər aç paltonu bildik. O altın şey, hamısı da qara. Hər şey qara, bir dənə ağ var yox. Onu da bir dənə ağ olsun deyə götürdüm. Aç belə buraya sərərsən, görək. Bunlar da şəkli göstərdiyim şimdi. O nədir? Qalındır mı heç olmasa? Ya da yaxşıdır. Nazikdir. Bu üzünə baxanda o üzü görünür. Görsənsin də. Şəkli amma əsas boynuna görə almışam. Bunun ikisi də. Qəşəng oxşuyur. Nə? Qısa şey olmuş. Crop olaraq almışam. Crop kapşon kap. Qəşəng. Adi deyərə 9 manat heç bu da yoxdur. İçi yenə tükülü fasondur. 9 manatadır bu. Bu belə şey olan. Amma böyle marif var. Nədir bu? Nə əcayib göründü. Arxasından da bağlayırsan, belinə yapışdırırsan. İçindən mi? Böyürlərindən də elə bil. Bax qəşəngdir. Ha belə. Çox qəşəngdir də. Qəşəng də mən. Ucuzlaşmışdı. Bunun vaxtı keçib. Yəqin ona görə ucuzlaşıbmış. 11 manat idi. Yaxşı. 30 manat. Da kod çönək. Bilmirəm, qaraq var deyə. Bu yenə bu material yaxşıdır. Qəşəng görünür. Nə qara koftan yoxdur. Qara koftan yoxdur, pis oldum. Ne yoxdur görəsən? Nə? Yaxşıdır. Bu da palto. Biraz nazikdir, düzdür. Amma duruşu zadı yaxşı idi. Olar ki, qutarıb yəqin. Ola bilər. Qəşəngdir ki. Saçdan uzanır elə. Uzanıblar. Turşuları doğradım. Bir dənə vedro oldu. Bir də artıq qaldı. Onu da bura qoydum. Bu meyvə də evdən qutarmırdı. Ya. Evin bu balaca hünü deyirik. Yoxsa nünü deyirik. Nəsə nə. Onlar əl çəkmir də. Hər yerdə düzü var. Keçdim axşam yeməyi hazırlamağa. Yeməyimiz hazır oldu. Allah hər kəsin qazanını dolu. Süfrəsini bol eləsin inşallah. Qızlar neçə vaxtdır bu acılıq otu çayından içmirəm. Dedim bir dəmliyim bundan. Həm acılıq otu, həm dəvə gözü deyirlər. İsti su ilə dəmliyirsiniz, 5 dəqiqə qoyursunuz. Arıqlamaq üçün, bağırsaqların təmizlənməsi üçün bir nömrədir. İçib yatıram. Əvvəllərdə göstərmişdim də bunu sizə. Kitab tortum var. Burada da mandarin yeyirdim. Qaldı burada. Dedim bir video çəkim bunu çıxartmamış. Qızlar keçən səfər şəkil çıxartdırmışdım. Bu kağızın içinə qoymuşdular. Bunu istifadə elədim. Belə kağızlar saxlayıram. Bir dəfə istifadə edib atıram. Kağızdır da. Sexlərdə bu kağızlardan istifadə edirdilər. Heç yağlı kağız istifadə eləmirdilər. Ancaq belə paçka ilə üst-üstə alırdılar. Bundan sərirdilər. Oradakı sinilər 1 metrənin neçəyə idi? Yoxsa metrə yarımın 1 metrəyə idimi? Böyük sini idi. Bir dənə biskvit salırdıq. 30 yumurtalıq. Biz örgənməyə getdiyimiz yerdən danışıram. Vinnidən.
Bir dənə salırdıq belə böyük 30 yumurtalıq böyük biskvit çıxırdı. Onu da kəsib balaca tortlar eləyirdilər. Həm zakaz tortları, həm vitrin. İndi biskvit hazırdır belə çıxardım, tortu yığım. Kitab tortunu keçdim hazırlamağa. Səhər dünən axşam hazırladım, yığdım, içərisini doldurdum, qoydum. Qızlar 3 lay oldu, 2 aradan ibarət oldu. Bir arası qozlu, karamelli, digər layı isə damla şokoladlı, bir də ki şokolad sosluydu. Üzərinin qırıntı qatını keçdim, nazik bir qat. Bunu da qaymaqla eləyirəm. Həmişə şanti ilə eləyirdim, indi qaymaqla eləyirəm. Nəyə görə? Şantinin üzərinə marsipan qoymaq olmur. Olur əslində, amma ki bir yerdən sonra nəsə yaxşı olmur da. Qaymaq yaxşıdır marsipanın altına ya da ki qanaj. O da qanaj eləmirik. Çünki tortu 2 kiloqram istəmişdilər. Yarım kiloda mənim kampanyam var, bilirsiniz. 2 kiloqram yarım olacaq bağlı kitab tortu. Ona görə yəni ümumiyyətlə qanajdan istifadə eləmirəm. O məncə artıq bir çəkidir. Sadəcə nə bilim, nəysə. Belə bacarırıqsa qanaj nəyə lazımdır? Üstünü də keçəcəm şeylə, qaymaqla, qaymaq kremlə. Sonra kənarlarının zadını hamısını sıvayıb üst qatını qoyacağam. Bir dənə şəkər xəmiridir. Təkcə üstündədir də, yəni açıq kitab deyil. 5 yumurtadan hazırladım. 20-nin 26 santimetrə qoydum çəmbəri. 5 yumurta vurdum içərisinə. Gördüyünüz kimi elə də alçaq deyil, normaldır tortumuz. Çılpaq çəkisi, yəni bəzənməmiş çəkisi 1 kilo 700 qram idi. İndi bunu 2 kilo yarım 100% olacaq. Çünki şəkər xəmiri var, üstünün işləmələri var. İndi keçdim onu hazırlamağa. Sıvıyım, hazırlayayım. Görüm kənarlarını da kəsib kənara qoymuşam. Düzləşdirmək üçün kənarlarını götürdüm. Görək necə olur. Axırda yenə çəkərəm sizin üçün arada. Qızlar, keçdim tortun sıvanmasına. Buralarını tezləşdirdim. Kimə maraqlıdırsa yavaşladıb baxa bilər. Belə tortun kənarlarını sıvadım. Düzdür, kənarlarını kəsib düzləşdirmişdim, amma yenə də kremlə də sıvamaq lazımdır. Üzərinə şəkər xəmirini yaydım, kəsdim kənarda, üstünə sıvıyıram. Qısa olan tərəfləri əlimlə çəkib düzləşdirirəm. Bir də ki, şəkər xəmirini tam üstünə oturturam ki, arasında havası qalıb, pis görünməsin. Buradan da çəkdim biraz şəkər xəmiri, balaca olmuşdu. Kənarlarını örtdüm, o da gördüm ki, yox alınmır. Sonra orasını kəsib, yenidən əlavə şəkər xəmiri verdim. Əsas odur ki, səliqəli görünsün. İndi də kənarlarının çıxıntılarını qoyuram. Tortun digər üzünün qapaq izlərini qoyuram. Bunu da əsas odur ki, qoyandan sonra xəttkeşlə kənarını kəsək. Zəng gəldi, fikrim oraya getdi. Bacım zəng eləyibdi görüntülü. Bilmirəm, amma niyə zəng gəlməyibdi? Yəqin bugün internetin vaxtı idi. İnternet kəsəndə zəng eləyibmiş. Fırça ilə də belə kənarlarının izlərini saldım. Bərək görünüm olsun deyə bu qəlibdən istifadə elədim. Elə tortun üstünün bütün bəzəklərini ancaq bu qəlibdən çıxartdım. Keçdik tortun üstünün bəzəklərini qoymağa. Üzərinə yerləşdirməyə. Bunu da yenə şəkər xəmirlərinin arxasını sulayıram. Qoyuram digər şəkər xəmirinin üstünə. Özü yapışır, sulanıb yapışır. Şəffaf jeli ilə də bunu eləmək olar, amma jeliyə ehtiyac yoxdur, artıqdır. Jeli tam qurumur. Görürsünüz, pis görünür. Kənardan ya sürüşkənlik yaradır, elə hamısına yaxşısı öz suyumuzdur. Bunlar da düzdüm bu şəkildə. Qəşəng göründü. Kitabımız çox gözəl alınmışdı. İndi bilmirəm kamerada. Onsuzdan kamerada tam olduğu kimi düşmür heç bir tort. Yəni kamerada gözəl görünürsə, təsəvvür edin o təbii gözlə, yəni canlı gözlə görəndə necə olur da. Səsim getdi. Çox danışdım deyəsən. Üstünə də bir dənə belə lələk kəsdim, qoydum. Keçirəm üstünün bəzəklərini kandilinləməyə. Tortumuz hazırdır. Tortumuz hazırdır. Bu şəkildə oldu. Buraya kimi izləmişsinizsə, deməli videonun xoşunuza gəlib, videonu bəyənməyi, rəy yazmağı unutmayın xanımlar. Hələlik sağ olun, sağlıqla qalın.